Mən İsmailov Nigar, Yevlax rayonunun Hacımanlı kəndində yaşayıram. Balam, mənim oğlum 48 yaşına qədər o yer qalmadı ki, getməmiş mənim oğluma iş verən olmadı. Nəysə bu Hacımanlı məktəbində 11-lik açıldı. Bu 11-lik açılanda mən qəpək pul yığmışdım, oğlumun xəbəri olmamışdı. Dedilər, pul verməsən, heç kim səni işə götürəsi deyil. Mən də o pulu oğluma verdim. Dedim, ay bala, apar ver, qoy görək bəlkə bizə bir qapı açılar. Onu elədik, sentyabr ayının 20-sində nəysə mənim oğlumu işə götürdülər. 3 il işlədi. Bu sentyabr ayının 15-də bizə məlumat gəldi ki, oğlum işdən azaddır. Bala, niyə azaddır? Nədir? Uşaq çatışmır. Bəs yaxşı, uşaq çatışmır. Bir belə müəllimi bura nəyə yığırlar? Mənim uşağım qırığa, söküyə, ona baxır. Ondan sonrasına uşağa baxmır, dəst demirəm mənim oğlum. Bax, buna görə mənim oğlumu işdən azad ediblər. İndi də sentyabrın 17-si, 18-i mən getdim, xahiş elədim ki, mənim uşağıma heç olmasa yarım aklat olsa da mənim uşağımı işdən azad eləməyin. Mən şəkər xəstəsiyəm. Mən əliləm, gözümün ikisindən də əliləm. Bala ucbatımla ağlamaqdan kör olmuşam. Sizdən çox xahiş edirəm ki, mənim şikayətimə qulaq asasınız. Mən döymədiyim qapı qalmayıb, pastel xəstəsiyəm. Mən taksi tutub, gəlinimi alıb yanıma, heylə getmişəm regiona, icra başçısının yanına. Təhsilə heç kim məni qəbul eləmədi. Namidə xanım bana dedi ki, ay arvad bana dedi, qolun hara uzundur, get ora de. Dedim, ay kızım, yuxarı ilə getmə. Bəri bax, dəvədən böyük fil də var. Kızım, hər hanı məni də işlərlər. Məni heç kim qəbul eləmədi. 2 gün dalbadal getdim. 9-un yarısında oldum icra hakimində, təhsildə, regionda. Heç kim demədi ki, nəyə gəlmişsən bana? Bana dedilər, saat 3-dən otur burada gözlə. Mən pastel xəstəsi saat 3-dən orada gözləyəsi dərdim. Dedilər, yalandan dedilər ki, yoxdur. Burada yoxdular, yalandan. Halbuki yuxarıdan hamısı baxırdı bana. Şəkil qucağında Namidə bana güldü. Bana güldü, dedi, bu şəkili qoltuğuna vurub, nə edirsən? Eşidirsən, nə var? Oğlum işdən azadlı qutardı. Sənə də deyirəm, get hara deyirsən, de. Mənim sözüm, ay bala, budur, xahiş edirəm. Bana köməkliyinizi əsirgəməyin. Göydə Allah, yerdə məni nəzərə alın, mənim şikayətimə baxın. Pastel xəstəsiyəm, mən ora gələ bilmədim. Ona görə ki, səhhətim çox pis idi. Səhhətimə görə gələ bilmədim. Çox sizdən yenə xahiş edirəm. Artıq dərəcədə göydə Allah, yerdəsiz. Bana köməklik eləyin. Mənim bu zəlil canıma bağışlayın mənim uşağımı ki, mən büyüm varam, sabah yoxdur. Heç olmasa mənim uşağım bir lokma çörək qazanıb balalarına versin.